Siyaneç balıqlı şuba salatını süfrəyə bu formada servis etsəniz, süfrəniz göz oxşayacaq. Selyotka pat şuboy. Ruslar bu salatı belə adlandırır. Ona görə də bu salatın əsl versiyasını indi sizə təqdim edəcəm. Siyaneç balıqlarını xırda-xırda doğramaqla işə başlayırıq. Daha sonra qırmızı soğanı doğrayıb acılığını çıxarın. Bu salatın ardıcıllıqla yığılmağı onun dadına da mütləq təsir edir. Hazırlayacağımız qabın alt hissəsinə mayonez vurun. Daha sonra kartof, duzlayıb sütü, mayonez, siyaneç balığı, qırmızı soğan, kök, zövqə görə yumurta da əlavə edə bilərsiniz. Ən son qatında isə çuğundur olur. Bu salatı ruslar çox sevir. Mütləq 31 dekabrda, yəni yeni ildə bu salat süfrədə olmalıdır. Azərbaycan da postsovet ölkəsi olduğu üçün bu ənənə elə bu günümüzə qədər davam edir. Mayonez olaraq seçimimiz isə hər zamanki kimi Sloboda'dır. Slobodanın xamal mayonezləri isə salatlarınıza bir başqa dad verəcək. Yəni əlavə olaraq xama qatmağa ehtiyac yoxdur. Üzərini qırmızı ikra və kənarlarını soğanla bəzədim. Salatım artıq süfrəyə hazırdır. Ən üstə mütləq çuğundur olmalıdır. Çuğundurun al qırmızı rəngi salatı sanki paltara bürüyür. Elə buna görə də salatı şuba adlandırırlar. Bismillah. Dəhşət ləzzətli bir salatdır.